Herkese salam. Biz bugünkü dərsimizdə aqreqet funksiyaları öyrənəcəyik. Aqreqet funksiyaları daxilində minimum, maksimum, count, average, sum. İlk öncə cədvəlimizə baxaq. Select, ulduz, from, HR.employees. Burada bizim salary sütunumuz var və həmin sütun üzərində yuxarıdakı aqreqet funksiyaları göstərəcəm. Select, minimum, salary, from, HR.employees. Eyni qaydada hər biri üçün bunu eləyə bilərik. Minimum, maksimum 5 dənə. Maksimum, count, average, sum. Minimum əmək haqqını görmək istəyirəmsə, birinci kodu işləyəcəm. Maksimum əmək haqqı 24.000. Neçə nəfər əmək haqqı alır? 107 nəfər. Ortalama əmək haqqı nə qədərdir? Average funksiyasından baxa bilərik. Və ümumi əmək haqqı alan əməkdaşların əmək haqqlarının cəmi nə qədərdir, onu görə bilərik. İndi biraz daha dərindən baxaq. Məsəl üçün, mən istəyirəm ki, adlara görə əmək haqqı, yəni kim, hansı əməkdaş nə qədər əmək haqqı alır, bunu yazım. Select first name. Salary from HR.employees. Əgər mən bu kod işə salsam, görürəm ki, kim nə qədər maaş alır. Amma mən əgər məsəl üçün aqreqet funksiyası istifadə edirəmsə burada, bunu tutalım ki, mən burada yazmaq istəyirəm ki, minimum salary, tutalım ki, adlar eynidir. Amma mən istəyirəm ki, minimum salary kim alırsa, maaş onun məlumatı mənə gəlsin. Əgər mən bu kodu işlətsəm, error alacam. Çünki biz yuxarıda gördüyümüz kimi aqreqet funksiya olan datanı biz run eləyəndə bir dənə məlumat qaytarır. Minimum, maksimum, average, count, sum. Bunlar bir dənə dəyər qaytarır. Amma mənim cədvəlimdə 107 dənə məlumat var. Çünki biz bayaq count-u işə salanda 107 dənə salary alan əməkdaş var. Yəni burada mən deyirəm ki, adla minimum salaryını gətir. Burada 107 dənə data çıxır. Minimum salaryda bir dənə data çıxır. Onu qarşı-qarşıya qoymaq mümkün deyil. Ona görə də bu kod error gətirir. Əgər biz bunun qarşısını almaq istəyiriksə, bura bir dənə qrup by atırıq. Qrup by first name. Yəni burada mən deyirəm ki, sən bu məlumatlarda get cədvəldə first name-ə görə qruplaşdır, ondan sonra minimum salaryını mənə gətir. Tutam ki, burada 2 nəfər eyni addadır, amma minimum salarisi olanı gətirəcək. Məsələn, Nena həm 17.000 alır, həm 18.000 alırsa, tutalım eyni adda şəxsdir. Orada minimum saları olan datanı bizə qaytaracaq. Burada iki cür yazılış mövcuddur. Mən əgər tutalım ki, istəyirəm ki, salarini görüm. Çünki burada ardıcıl deyil. Nizamsızlıq var. Keçən və öyrəndiyimiz order by əmrindən istifadə etmək istəyirəm. Əgər mən bunu bura yazsam, burada bir dənə error alacam. Çünki burada mən select-ə salary verməmişəm, salaryni minimuma salmışam, aqreqet funksiyaya salmışam da bu bir dəyər qaytarır. Amma indi deyirəm ki, first name-ə görə qruplaşdır və salary-yə görə azdan çoxa sırala. Axı burada mən heç birincisi salaryni ümumi olaraq verməmişəm, həm də salary yenə 107 dənə məlumat özündə saxlayır, amma burada da yəni first name-i də qrup by-a atmışam da, salary yazmamışam ki, qrup by-a onu qruplaşdırım gətirim. Yəni bu errora səbəb olur. Çünki 107 data ilə bir datanın qarşılaşdırması var. Əgər biz bu kodu düzəltmək istəyiriksə, bunun iki yolu var. Birinci, qrup by-a atırıq salaryni. Çünki həm ada görə, həm də salaryyə görə qruplaşdırır. İndi əgər kod versək, burada salaryyə görə azdan çoxa doğru bizə sıralayıb məlumat gətirəcək. Yox, əgər 2 dəfə eyni salary yazmaq istəmiriksə, ikinci yol odur ki, mən burada minimum salaryyə bir alyans verirəm. Minimum. Alyans nədir? Yəni mən bu sütunu necə adlandırmaq istəyirəm? Sütun başlığı.
Məsələn, bax burada min salari yazılıb. Burada necəsə o formada. Amma mən istəyirəm ki, min altdan xətt salari formasına yazılsın. Belə bir alyans verirəm. Əzlə yazırıq. Əz yazmasaq da olur, amma oxunaqlılıq baxımından əz yazılması məqsədə uyğun olur. Və burada qrup bayda sallarını silirəm və qrup order baya deməli mən alyansımın adını yazıram. Order by belə deyim də yeganə operatordur ki, o alyansı qəbul eləyir, başa düşür. Yəni heç bir error gətirmir. Yenə də baxsaq, eyni kodu almış oluruq. Yəni ümumilikdə aggregate funksiyalar məlumatı ümumiləşdirib bir nəticə çıxarmaq üçün istifadə olunur. Yazılış formasında əgər mənim selektimdə aggregate funksiyadan başqa sütunlar varsa, datanı görmək istəyirəmsə, nəticə görmək istəyirəmsə, mütləq o sütunlar kopyalayıb atmalıyıq qruppaya. Qruppayda olmalıdır. Məsələn, burada salarını mən yazmamışdım, error vermişdi. Halbuki onu order by yazmışdım. Bu errorun qarşısını almaq üçün ya order by-da yazdığım sütunu qruppaya yazıram ki, sistem tanısın ki, mən bu sütunu istəyirəm, o sütunun məlumatına görə order by eləmək istəyirəm və yaxud da alyans istifadə edib və yeganə alyans qəbul edən order by operatorunda minimum saları yazmadan birbaşa alyansın adını yazaraq da mənə lazım olan datanı ala bilərəm. Bugünkü dərsimiz bu qədər. Hər kəsə uğurlar.